Azerbaycan Paşinyan'ın qələbəsindən sonra ilk addımı attı. Kanala abunə olub video beğenmeyi unutmayın. Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanın partiyasının parlament seçkisində qələbəsindən sonra ilk addımını atıb. Qlobal Foza xəbər verir ki, bunu politolog İlhan Şahinoğlu deyib. O bildirib ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev iyunun 14-də ilk dəfə Ermənistanın Dilizor şəhərinə səfər edərək Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryanla görüşünə bu aspektdən danışmaq lazımdır. Rəsmi Bakı İrəvanla sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının zəruri dəyişikliyin həyata keçirilməsini istəyir. Ancaq indi vəziyyət elədir ki, Nikol Paşinyan qələbəsinə rəğmən parlamentdə konstitusiya dəyişikliyinin referenduma çıxacaq qədər səsə malik deyil. Hətta bu mümkün olsa belə Nikol Paşinyanı səs verən ermənilər avtomatik konstitusiya dəyişikliyinə səs verəcəyini proqramlamaq çətindir. Misal üçün, ermənilərin əksəriyyəti referendumda konstitusiya dəyişikliyinin əleyhinə səs versə, bu həm Nikol Paşinyanın mövqeyini zəiflədəcək, həm də Azərbaycan və sülh prosesinə zərbə olacaq. Bu gedişat Azərbaycanın da maraqlarına cavab verir. Belə olan halda Bakı və Yerevan arasında məsləhətləşmənin intensivləşdirilməsi və sülh sazişinin imzalanması yollarının daha detallı müzakirəsinə ehtiyac var. Çünki sülh sazişinin imzalanması yubandıqca bundan Kreml və Ermənistandakı əlaltıların vəziyyəti gərginləşdirmək üçün istifadə etməyə çalışacaqlar. Buradan da ABŞ prezidenti Donald Trump Azərbaycan və Ermənistan liderlərini yaxın həftələrdə Vaşinqtonda qəbul etmək istəyir. O, ötən il ayaq üstündə Ağ Evdə parlanan sülh sazişinin imzalanmasını maraqlıdır.